Videonun 80% ola bilər narazıçılıqlarla keçsin. Haqlı və ya haqsız bu mövzuya biz girişməyəcəyik. Sadəcə demək istədiyim odur ki, videodan da bilinir ki, xanım qəribçiliyin belə dibinə kimi yaşayır, hiss eləyir necə bir şey olduğunu. Amma bu bir keçid dövrüdür. Burada da iki variantım var. Ya xarici ölkəyə alışasan, ya da qayıdasan öz ölkənə. Xarici ölkədə inteqrasiya adlı bir deyim var. Yəni həmin ölkənin şəraitlərinə, insanlarına, qayda-qanunlarına və bir sözlə hər bir şeyinə alışasan. Ya alışasan, ya da dediyim kimi geri qayıdasan. Neytralda qalmağın bir mənası yoxdur. Yəni neytralda qal, düşün, ziyanlı olacaq. Qərar verməlisən. Qalırsansa nə gözəl. Düzdür, bütün çətinliklər səni gözləyir. Xarici ölkəyə gəlirsənsə, sən özünə zəhmət verib dilini də öyrənməlisən, qayda-qanunu da öyrənməlisən. Yoxsa mən narazı olum, o belə, yəni narazıçılıqla heç nə düzələn deyil. Xanımı başa düşürəm. Çətin dövrlər yaşayır, bəlkə də həyatının ən çətin hissələridir. Lakin dözmək lazımdır. Xarici ölkənin müəyyən tələbləri var. Düzdür, yenə deyirəm, çətin anlar yaşamış ola bilərsən, amma hər zaman yada salmaq lazımdır ki, bu həmin hal-hazırda olduğum ölkə bəlkə də kimlərinsə xəyalıdır. Bəlkə də yox, elədir, %100 elədir. Qərar vermək daha yaxşıdır. Nə qədər tez qərar versən, özünə xeyirdir. Ya qalıb mübarizə eləyib bu ölkəyə adaptasiya olacağam, ya da ki, qayıdacağam öz ölkəmə. Bunun üçüncü bir çıxış yolu yoxdur.